Qış aylarına nisbətən yay aylarında çörək sexlərində işçilərin fəaliyyət göstərməsində bir sıra problemlər yaranır. Əməkdaşlarımız mövzu ilə əlaqədar olaraq Qazax şəhərində Kosalar yolu deyilən ərazidə yerləşən Nəfis Stad və rayonun Xanlıqlar kəndində yerləşən kürə çörək sexində olub. Yay günlərinin isti havası ilə birlikdə çörək sexlərində olan istilik, bundan əlavə uçan həşəratlardan çörəyi və çörək xəmirini qorumaq, çörək sexində çalışan işçilərin işlərini çətinləşdirib. Buna baxmayaraq yerli əhalini keyfiyyətli çörəklə təmin etmək üçün çörək sexinin rəhbərliyi gücləndirilmiş iş rejimində çalışaraq sanitar gigiyenik qaydalara əməl etməklə var gücləri ilə sakinlərə xidmət göstərirlər. Qış aylarına nisbətən yay aylarında çörək sexində işləmək üçün işçilərə daha da böyük ehtiyac yaranır. Hər vaxt da işimizin başındayıq. Gördüyünüz kimi hər şeyimiz öz yerində, qaydasında. 4 cür çörək bişiririk. Özümüzün mağazinimiz var, mağazimizə veririk. Sanitar qaydalarımız da əməl olunub. Biz səliqəli səhmanıq. Çörəyə də söhbət yoxdur, vahşi. Heç nəyə söhbət ola bilməz. Hər bir şeyi sağ olsunlar. İşləyənlər də nə lazımdır özləri. Çörəyin keyfiyyəti necədir? Keyfiyyət, həqiqi mənada bax belə ürəyin istəyən. Yaxşı olmasa buraya gəlmərəm də. Hər gün burada çörək götürürəm. Yəqin ki, gigiyenik qaydalara əməl olunduğu üçün bura gəlir. Bax təmiz, hər bir şey qaydasında olduğu üçün mən buraya gəlirəm. Alıcılar isə çörəyin keyfiyyətindən razı qaldıqlarını və həmçinin isti yay günlərində çətinliklə də olsa onlar üçün çörək bişirən bütün işçilərə minnətdarlığını və razılığını bildiriblər. Kaman Əskiparalı, Yusif Əliyev, Bu Gün İnformasiya proqramı üçün.